Əziz müəllim, bildiyiniz kimi yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda mopedlərlə bağlı bəzi əlavə və dəyişikliklər oldu və bu dəyişikliklərin edilməsində əsas məqsəd nədir? Ölkəmizdə yol hərəkətinin təhlükəsizliyinə və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramlarının icrası davam etdirilməkdədir. Bu proqramlarda nəzərdə tutulmuş tədbirlər yol nəqliyyat hadisələrinin minimumlaşdırılmasına, yollarda nəqliyyat sıxlığının azaldılmasına, mikromobilliyin genişləndirilməsinə, nəqliyyatın ətraf mühitə təsirinin azaldılmasına və bu kimi digər məqsədlərə hesablanmışdır. Bununla əlaqədar şahidi olduğumuz çoxsaylı dəyişikliklərlə bərabər son zamanlar ölkəmizə gətirilən ikitəkərli nəqliyyat vasitələrinin sayında da artımı müşahidə edirik. Yollarda istifadə edilən motosiklet, moped, kiçik elektrik nəqliyyat vasitələrinin sayındakı bu artım onların yol hərəkətində iştirakçı qaydalarında da müvafiq dəyişikliklərin kompleks şəkildə həyata keçirilməsini aktual edir. Yol hərəkəti haqqında qanunda edilmiş mopedlərlə bağlı bu dəyişikliklərdə qeyd etdiyimiz kompleks yanaşmanın bir elementi kimi qiymətləndirilə bilər. Bəs müəllim, bu qanun dəqiq hansı tarixdən qüvvəyə minəcək? İcrasına nə zamandan başlanılır və bu keçid dövründə necə davranılacaq? Bildiyimiz kimi haqqında danışdığımız qanun dekabr ayının 25-də dərc edilmişdir keçən ilin. Bəli. Və həmin qanunda da qeyd edilir ki, bu qanun 3 aydan sonra qüvvəyə minir. Bu hardasa mart ayının 25-də qüvvəyə minməlidir. Qanun qüvvəyə minənədək hazırki qanunvericilikdə təsbit olunmuş qaydalar olduğu kimi qalır və sürücülər ona əməl etməlidirlər. Mart ayının 25-nədək qanunun qüvvəyə minməsini bizim sürücülər gözləməməli, nəqliyyat vasitələrini çalışmalıdırlar ki, qeydiyyatdan keçirsinlər və müvafiq kateqoriyalı sürücülük vəsiqəsini alsınlar. Qeydiyyata alınma, onlara nömrə verilmə, bu prosedurlar necə aparılacaq? Mopedlərin qeydiyyatı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanlarında həyata keçiriləcək. Bunun üçün moped sahibləri və sərəncam vermək hüququ olan şəxslər yaşayış yeri üzrə Dövlət Yol Polisinin qeydiyyat imtahan və texniki baxış şöbələrinə yaxınlaşmalıdırlar. Nəqliyyat vasitələrini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinə sahiblik hüququnu təsdiq edən sənədləri təqdim etməlidirlər. Müvafiq rüsumların ödənilməsi barədə sənədlərini təqdim etməlidirlər. Lazım olduğu halda gömrük orqanlarından alınmış sənədləri təqdim edib nəqliyyat vasitələrini qeydiyyata almalıdırlar. Qeydiyyat da Nazirlər Kabinetinin 1999-cu il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə uyğun şəkildə aparılacaqdır. Aydındır müəllim. Bəs hər hansısa bir səbəbdən unutqanlıq ola bilər, yaddan çıxa bilər və s. mopedi qeydiyyatdan keçirməlidir bu şəxs və qərar artıq 3 aydan sonra dediyiniz kimi 25-i qüvvəyə mindi. Ondan sonra bu adam yolda bunun nə gözləyəcək? Hansı cərimələri var? Biz bunun şahidi oluruq. Əfsuslar olsun ki, bizim bəzi sürücülər son tarixi, son dəqiqəni, son günü gözləyirlər. Ona görə də biz bir daha məsləhət bilirik ki, moped sürücüləri, mopeddən istifadə edən şəxslər, edəcək şəxslər son tarixi gözləməsinlər. Qeyd etdiyimiz kimi müvafiq kateqoriyalı sürücülük vəsiqəsini alsınlar və nəqliyyat vasitələrini qeydiyyatdan keçirsinlər. Əgər bunları etməzlərsə, qanun qüvvəyə mindikdən sonra müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayan, yəni sürücülük hüququ olmayan şəxsləri 200 manat cərimə, nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməyən sürücüləri 50 manat cərimə gözləyir. Aydındır müəllim. Bəs ikinci əl moped alqı-satqısı necə tənzimlənəcək? Addan ada keçirmədir, prosedurlar necə olacaq? Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat hərəkətləri aparılır. Bu eyni ilə avtomobillərdə necədirsə, eyni qaydada aparılacaq. Qeyd etdiyimiz kimi Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanlarında bu hərəkətlər aparılır. Bunun üçün də sahib və yeni sahib, kimə satılırsa, kim alırsa, bunlar hər ikisi yaxınlaşırlar qeyd etdiyimiz orqana, müvafiq sənədləri təqdim edirlər və burada təkrar qeydiyyat aparılır. Bəs müəllim, moped sürücülərinə bunlardan başqa tələblər varmı? Varsa hansılardır? Yeni dəyişikliklərə görə moped sürücülərinə yol hərəkəti haqqında qanun 37-ci maddəsinin bəzi hissələri də şamil edir. Bu hissələrə aiddir. 1-ci hissə, 4-cü hissə, 5-ci hissənin 2-ci, 3-cü və 4-cü bəndləri, 6-cı hissənin 2-ci bəndi deməli şamil edilir. Bundan əlavə moped sürücülərinə qeydiyyatla bağlı maddədə bəzi məqamlar şamil edilir. Nömrə nişanı ilə bağlı, qeydiyyat şəhadətnaməsi ilə bağlı, yüklərin daşınması ilə bağlı və s.
Deməli, şamil edilən əlavə qaydalarla bağlı bir neçə kəlmə demək istərdim. Moped sürücüləri də bundan sonra avtomobil sürücüləri kimi sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini üzərində gəzdirməlidir. Yol patrul xidməti əməkdaşlarının tələblərinə tabe olmalıdırlar. Nəqliyyat vasitəsini saxla komandası verdikdə saxlamalı, lazım gəldikdə sənədləri onlara təqdim etməlidirlər. Moped sürücüləri də hərəkətə başlamazdan öncə nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, onun sazlığını təmin etməli, o cümlədən də hərəkət vaxtı onun sazlığını təmin etməlidirlər. Hərəkət vaxtı sürət rejiminə əməl etməlidirlər, manevr etmə qaydalarına əməl etməlidirlər. Bundan əlavə hərəkətə başlamazdan öncə motodəbilqəni geyinməlidir. Əgər sərnişin daşıyırsa, sərnişinin də motodəbilqəni geyinməsini, düymələməsini təmin etməlidirlər. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidirlər. Yorğun vəziyyətdə, əzgin vəziyyətdə idarə etməməlidirlər. Nəqliyyat vasitəsini sürücülük hüququ olmayan digər şəxsə verməməlidirlər. Üstün keçid hüququna malik olan nəqliyyat vasitəsinə yol verməlidirlər. Yol nəqliyyat hadisələri zamanı nə etməlidirlərsə, bu da onlara şamil edilir. Artıq qanunda təsbit olunmuş maddə. Telefonu əldə saxlamaqla ondan istifadə etməməlidirlər. Sükanı buraxaraq hərəkət etməməlidirlər. Dövlət qeydiyyat nömrə nişanı yerində olmalıdır, təmiz vəziyyətdə olmalıdır və axır və s. bu kimi yeni vəzifələr moped sürücülərinə artıq şamil edilir. Bəli. Siz qeyd elədiniz ki, manevr etmə qaydalarında da artıq mopedlər əməl etməlidir. Bəs biz bildiyimiz kimi əvvəl yalnız yolun sağ zolağı ilə hərəkət etməlidirlər mümkün qədər. Bəs indi necə olacaq və avtobus zolaqlarında hərəkət, velosiped zolağında hərəkətlər necə tənzimlənəcək? Necə etməlidir? Bildiyimiz kimi əvvəlki, yəni hələlik qüvvədə olan qanunvericiliyə görə moped sürücüləri yolun sağ zolağının mümkün qədər sağ tərəfində bir cərgə ilə hərəkət etməlidirlər. Bəli. Moped sürücüləri eyni istiqamətdə bir zolağı olan yollar istisna olmaqla sola və geriyə dönə bilməzdilər. Bu qadağanıdır. Yəni eyni istiqamətdə bir zolaq varsa, yəni iki zolaqlı, iki istiqamətli yolda moped sürücüləri sola və geriyə dönə bilərlər. Eyni istiqamətdə iki və daha çox zolaq olan yollarda isə moped sürücüləri soldakı zolaqlara çıxa bilməzdilər. İndiki dəyişikliyə görə, son dəyişikliyə görə moped sürücüləri deməli qanunda belə təsbit olunub ki, yenə də yolun hərəkət hissəsinin mümkün qədər sağ tərəfi ilə hərəkət etməlidirlər. Lakin bu yeni dəyişiklik onlara bayaq dediyimiz kimi olan qadağaları götürür. İndi moped sürücüləri eyni istiqamətdə iki və daha çox zolağı olan yollarda zərurət yarandığı halda soldakı zolaqlara da keçə bilərlər. Bu yandan keçmə manevru zamanı, ötmə manevru zamanı ola bilər. Sola və ya geriyə dönmək məqsədi ilə onlar təhlükəsizliyi təmin etmək şərti ilə və digərlərinə maneə yaratmamaq şərti ilə digər zolaqlara yer dəyişmə edib sola və geriyə də dönə bilərlər. Aydındır müəllim. Amma bunu da qeyd edək ki, mopedlərə əvvəlki kimi yenə də velosiped zolaqlarında, velosiped yolunda, ümumi istifadə olunan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət etmək, onlarda dayanmaq və durmaq qadağandır. Aydındır müəllim. Çox sağ olun. Siz təhlükəsizlikdən danışırsınız. Moped sürücülərinin təhlükəsizliyi üçün dəbilqədir, qolluqdur, dizlikdir. Bu kimi qoruyucu vasitələrdən hər hansısa bir konkret tələb varmı ki, bunlar olmalıdır? Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir. Bəli. Moped daha yüksək təhlükə obyekti hesab edilir. Mopedlə baş verilən yol nəqliyyat hadisələri zamanı onun sürücüsünün xəsarət alma ehtimalı daha yüksəkdir. Və sürücülər bunu nəzərə alıb, təhlükəsizliyini təmin etmək üçün, xəsarət almalarının qarşısını almaq üçün mövcud bildiyimiz vasitələrdən istifadə etməlidirlər. Lakin qanunvericilikdə yalnız dəbilqənin geyilməsi vəzifə olaraq, şərt olaraq, tələb olaraq təsbit olunmuşdur. Yəni sürücü hərəkətə başlamazdan öncə özü və sərnişin daşıyırsa, sərnişin motodəbilqə geyinməli və onu düymələməlidirlər. Bu motodəbilqə sürücüyə də aiddir, sərnişinə də aiddir, düzdürmü? Bəs bu pozulduqda, yəni taxmasalar, dərmələr necə olacaq? Yəni bu qayda pozularsa, yəni sürücü və ya sərnişin və yaxud hər ikisi dəbilqəni geyinməzlərsə, onları inzibati xətalar məcəlləsinə görə, bu xətaya yol verdiklərinə görə tənbih onlara qarşı tətbiq edilə bilər. Sürücü dəbilqəni geyinmədiyinə görə və ya dəbilqə geyinməyən sərnişin daşıdığına görə, sərnişinin dəbilqə geyinməsini təmin etmədiyinə görə 40 manat cərimə oluna bilər. Sərnişin də dəbilqə geyinmədiyinə və ya onu düymələmədiyinə görə 30 manat cərimə oluna bilər. Artıq moped anlayışı dəqiqləşdirilib, düzdürmü? Mopeddir, asma mühərrikli velosipeddir, kiçik elektrik nəqliyyat vasitəsidir. Onları bir-birindən
hüquqi olaraq necə ayrılır? Moped anlayışına da düzəliş edilib, bəzi dəyişikliklər var. Sadə dildə desək, moped nədir? Moped iki təkərli və ya üç təkərli nəqliyyat vasitəsidir. Onun mühərriki varsa, yəni bu daxili yanma mühərrikidirsə, həmin mühərrikin işçi həcmi 50 kub santimetrdən çox olmamalıdır və həmin nəqliyyat vasitəsinin konstruktiv hərəkət sürəti 50 km/saatdan çox olmamalıdır. Ola bilsin ki, moped daxili yanma mühərriki ilə yox, elektrik mühərriki ilə təchiz edilib. Əgər elektrik mühərriki ilə təchiz edilibsə, həmin mühərrikin gücündən asılı olmayaraq mopedin konstruktiv hərəkət etmə sürəti 50 km/saatdan çox olmamalıdır. Bilirik ki, asma mühərriki velosipeddə, kiçik elektrik nəqliyyat vasitələri də elektrik mühərriki ilə təchiz edilirlər. Bəs bunların fərqi nədədir? Daha çox asma mühərriki velosiped və mopedlərin müqayisəsi aparılır ki, burada fərqi biz necə tapmalıyıq? Moped və asma mühərriki velosipedlər hər ikisi elektrik mühərriki ilə təchiz edilibsə, onların fərqi konstruktiv olaraq müəyyən edilir. Velosipedlərdə pedalları var və pedallar vasitəsilə o hərəkətə gətirilir. Və mopedin hərəkət etmə sürəti 50 km/saatdan çox olmamalıdır. Asma mühərrikli velosipedlərdə isə bizim qanunvericilikdə təsbit olunmasa da biz bilirik ki, asma mühərrikli velosipedlərdə quraşdırılan mühərriklər və oradakı mövcud sistem 25 km/saat sürətdən artıq sürətlə hərəkət edən zaman artıq mühərriki ayırır. Kiçik elektrik nəqliyyat vasitələri də konstruktiv olaraq mopedlərdən fərqlənirlər. Onlar bir nəfərin daşınması üçün nəzərdə tutulurlar. Bəzi qeyd etdiyimiz kiçik elektrik nəqliyyat vasitələrinin sükanı olur, bəzilərində sükan olmur və onlarda quraşdırılan mühərrik isə 1 kilovatdan artıq gücə malik olmur. Moped tək iki təkərli yox, üç təkərli də ola bilər. Bildiyimiz kimi üç təkərli nəqliyyat vasitələri tritsikllardır. Tritsikl mopeddən onunla fərqlənir ki, onda quraşdırılmış mühərrikin işçi həcmi 50 kub santimetrdən çox və konstruktiv hərəkət etmə sürəti 50 km/saatdan artıq olur və üç təkərli olub bu parametrləri ödəməyən, yəni mühərrikin həcmi 50 kub santimetrdən kiçik, hərəkət etmə sürəti 50 km/saatdan çox olmayan nəqliyyat vasitələri, üç təkərli nəqliyyat vasitələri, onlar da mopedə bərabər tutulur. O cümlədən asma mühərrikli velosipedlər də mopedə bərabər tutulur. Lakin son dəyişikliklərə görə bəzi məqamlar, mopedə aid olan məqamlar asma mühərrikli velosipedə aid edilmir. Bunlar hansı məqamlardır? Onu idarə etmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yəni asma mühərrikli velosipedi. Onların dövlət qeydiyyatından keçirilməsi tələb olunmur, nömrə nişanının vurulması tələb olunmur və digər bir sıra fərqli cəhətləri də var. Aydındır. Bəs bu sadaladıqlarımızdan hansı birini idarə etməyə görə sürücülük vəsiqəsi tələb olunur və hansı kateqoriya? Sadaladığımızlar kiçik elektrik nəqliyyat vasitəsi, asma mühərrikli velosipedlər, mopedlərdir. Kiçik elektrik nəqliyyat vasitələri, velosipedlər və asma mühərrikli velosipedləri idarə etmək üçün sürücülük vəsiqəsi, sürücülük hüququ tələb edilmir. Kiçik elektrik nəqliyyat vasitələri və velosipedləri yollarda idarə etmə hüququ 14 yaşından yaranır. Asma mühərrikli velosipedləri idarə etmək hüququ isə 16 yaşdan yaranır. Mopedləri də idarə etmək hüququ 16 yaşdan yaranır. Mopedləri idarə etmək üçün son dəyişikliklərə görə minimum A1 alt kateqoriyalı sürücülük vəsiqəsinin olması tələb edilir. Bildiyimiz kimi A kateqoriyalı sürücülük vəsiqəsi olan şəxslər A1 alt kateqoriyasına aid olan nəqliyyat vasitələrini də idarə edə bilərlər. Bəli. Bəs A1 alt kateqoriyasının alınması prosedurunda hər hansı bir dəyişiklik varmı, yoxsa o da adi kateqoriyalar kimi alınır və bir daha onu dəqiqləşdirək ki, neçə yaşdır, imtahanı necə verirlər və nə qədər müddət sərf edə bilərlər bu prosesi? Sürücülük vəsiqələrinin alınması prosesində, alınması qaydalarında dəyişiklik yoxdur. 16 yaşı tamam olmuş şəxslər əgər A1 kateqoriyalı sürücülük vəsiqəsini almaq istəyirlərsə, deməli onlar müstəqil şəkildə hazırlaşırlar. Müstəqil şəkildə hazırlaşmaq nə deməkdir? Proqramda nəzərdə tutulmuş fənləri və mövzuları müstəqil şəkildə öyrənirlər, mənimsəyirlər. Ondan sonra dövlət yol polisi orqanlarına müraciət edərək nəzəri və praktiki imtahanlarda iştirak edə bilərlər. Müstəqil şəkildə hazırlaşmış şəxslərə bildiyimiz kimi 2 dəfə şans verilir. Əgər vətəndaş bu şansdan yararlana bilmirsə, onda o nəqliyyat vasitələrinin sürücülərini hazırlayan təhsil müəssisələrinə müraciət etməli və orada müvafiq kurs keçib şəhadətnamə almalıdırlar. Bir də səkidə, piyada keçidində, piyada zolaqlarında mopedi idarə etmək məsələsində necə yanaşılacaq? Mopedlərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına baxdıqda demək olar ki, bu qaydalarda avtomobillərdə olduğu kimidir. Səkilərdə, piyada zolaqlarında, piyada keçidlərində mopedlərin hərəkəti qadağandır. Əgər moped sürücüsü piyada keçidi ilə keçib yolun digər tərəfinə keçmək istəyirsə, o mopeddən düşüb piyada kimi mopedi apara bilər. Amma
onun səkidə hərəkəti, piyada zolaqlarında hərəkəti və nəqliyyat vasitələrinin hərəkətinin nəzərdə tutulmadığı yerlərdə hərəkəti, o cümlədən velosiped zolaqlarında və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarda hərəkəti qadağan. Aydındır müəllim. Bəs müəllim, bir də belə bir yanaşma var ki, mopedlərdə yük daşıması, çatdırılma xidmətlərində işləyən bizim zəhmətkeş yoldaşlarımız var. Onlarda qanunda qeyd edilib ki, 0.5 metrdən artıq kənara çıxan və ya idarə etməyə mane olan yükün daşınması qadağandır. Belə olan halda bunu biz necə izah edə bilərik və bir də termoçantanın daşınmasında, yəni nələrə diqqət etmək lazımdır? Burada dəyişiklik varmı? Dəyişiklik yoxdur. Sadəcə olaraq bu barədə informasiya əvvəl bir maddədə verilmişdi, 46-cı maddədə yol hərəkəti haqqında qanunun. İndi artıq 57-ci maddəyə həmin deməli informasiya, qayda köçürülür. Mopedlərdə əvvəllər sərnişinlərin daşınması qadağanıdır. Amma yeni qaydalara görə mopeddə sərnişin üçün nəzərdə tutulmuş yer varsa, konstruktiv olaraq nəzərdə tutulmuş yer varsa, sərnişin daşınmasına icazə verilir. Yüklərin daşınmasında dəyişiklik yoxdur. Yüklərin daşınmasında qayda belə idi. Mopedin ön və arxa tərəfindən, o cümlədən də yan tərəflərindən, qabaritdən 50 sm-dən çox kənara çıxan yükləri daşımaq qadağandır. Amma bu ölçüdə yük çıxırsa daşımaq olar və mopedin hərəkətinə maneə yarada bilən yüklərin daşınması qadağandır. Bu o deməkdir ki, sürücü üçün maneə yarada bilən yüklər daşınmamalıdır. Qeyd etdiyimiz ölçülərdən kənara çıxan yüklər daşınmamalıdır. Amma kuryerlərin apardığı o çantaya biz nəzər yetirsək, biz bilirik ki, o çanta mopedin arxa hissəsində yük yerində yerləşdirilib. Yüklərin daşınma qaydalarına əməl etməklə, yəni bu qaydalar nədən ibarətdir? Yük yerində olmalıdır, bərkidilməlidir. Onun hərəkət vaxtı, yola düşməsi və oradakı daşınan yükün səpələnməsi və ilə axır və s. bunlar qadağan edilir. Biz DDA MMC şirkəti olaraq sürücülərə DDA AZ platformasından istifadə edərək müstəqil şəkildə hazırlaşıb sürücülük vəsiqəsini almağı tövsiyə edirik və onlara lazımi yardımı göstərməyə hazırıq. Bəli, bunun üçün də DDA.az saytına daxil ola bilərsiniz və yaxud da 051 215 54 54 nömrəsinə yazmaqla ətraflı məlumat ala bilərsiniz.